Biz yeni mövsümdə daha başqa komanda olacağıq. Deyilənə görə kart blanş veriblər ona. Çox gözəl addımdır. Çox gözəl addımdır. Fərqli bir komanda ilə qarşınızda olacağıq. Bu vədləri Neftçi rəhbərliyi, Neftçi məşqçiləri, Neftçi futbolçuları nə qədər illərdir, mövsümlərdir ki, deyirlər və hələ də biz həm media nümayəndələri, həm də mən bir sənə təklif eləyərdim. Bəxtsiz, uğursuz demirəm. Bəxtsiz Neftçi fanatları, Neftçi azarkeşləri, Neftçi ailəsi nə qədər bu vədləri eşidiblər və nə qədər bu vədlərə inanmağa borcludular. Təklifim var. Gəl belə eləyək. Bu dəfə də inanaq. İnanaq bu dəfə. Yox, qulaq as da. Bu dəfə, axırıncı dəfə inanaq. Gələn sezonun sonunda yenə pis nəticə olsa, onda yenə inanaq ki, ondan sonraki sezona axırıncı dəfə yenə inanaq. Yəni bu şeydir. Ya zarafat bir yana, əziz dostlar. Yəni biz şeydir. Çox gülməli komment oxudum bu yaxınlarda. Bizim verilişin altında yazıblar. Ələkbər deyir, Neftçini əvvəl sərt danışırdı, indi danışmır, deyəsən ki, zəng eləyiblər. Mülayim danışır, oxumuşdum mən. Zəng eləyiblər? Hə, bəlkə özü zəng eləyib mənə, qardaş. Ələkbər, qardaşım, Ələkbər 5 il qadağada olanda, ailəsinə bir qəpik pul gətirməyəndə ki, nə var ki, mən kimə lazımdır qarşı gedirdim. Yəni mən deyəndə bizim teatrımız kimə qarşı gedirdi, heç kimi qabağında əyilmədik. 5 il əziyyət çəkdik. Yəni onda sən bu komment yazan adamlar harda idi, mən bilmirəm. Ələkbərə ancaq zəng eləyib, yəni nəsə sual verə bilərsiniz, nəsə şey eləyə bilərsiniz. Yəni tanımadığın adamın haqqına girmə. Mənim də haqqım var, halallıq verməyim belə komment yazan adamlar.